Gecə onun ağır gecəsidir. Canım fəda olsun sənə ya Əmir Əl-Möminin. Soruşurdu ki, oğlu İmam Həsəndən, oğlum Ramazan ayından nə qədər qalıb? Hər gün soruşurdu. Gözləyirdi bu gecəni. Qızı deyir, iftar açdı, nə qəribə haldaydı atam. Hey çıxırdı göylərə, ulduzlara baxırdı, inna lillah və inna ileyhi raciun. And olsun Allaha mənə yalan deyilməyib, vədə vaxtı gəlib çatdı. Müxtəsər deyir, az iftar elədi. Səhər vaxtı çıxdı evdən getməyə. Gördüm əbası qapıya ilişdi. Daş, divar saxlayır onu. Gəldi məscidə öz qatilini yuxudan oyatdı. Dedi, dur, bu yatış şeytanın yatışıdır. Qalxdı, azan verdi, gəldi dayandı namaza. Alnına zərbə dəyəndi, hamı eşitdi. Fustu və Rəbbil Kəbə, fustu və Rəbbil Kəbə. And olsun Kəbənin Rəbbinə qurtuldum, nicat tapdım. Bir mələklərin fəryadı uzaldı. Allahın Peyğəmbərinin vəsisini öldürdülər. Ədalət sütunu çökdü. Göylərdə nalə səsi, Kufə qəmə batdı. Hər evdən nalə səsi ucalır. İmam Həsən, İmam Hüseyin qaça-qaça gəldi. Va əbətə, atacan. Kilimin arasına qoydular. Aparırlar, qatilinin yanından keçəndə dedi, saxlayın. Baxdı ona dedi, məni niyə vurdun? Mən sənə pis imam olmuşam, mən sənə mehriban imam deyildin. Torpağı qoydular yarasına, öz-özünə dedi, ey Əli, hazır ol torpağa qonaq olmağa. Əllərini göstərdi, dedi, baxın, Xeybərin qalalarını uçurdan, dağdan əllərdi, görün necə yanıma düşüb. Ölümü ilə muizə eləyir. Qapı döyüldü, İmam Həsən ağa çıxdı. Gördü körpə-körpə uşaqlar əlində süd qabları dayanıblar. Dedi, ağa biz Kufənin yetim uşaqlarıyıq. Heç bilmirdik bizə gecə yemək gətirən kim imiş. Bu gecə gözümüz çox yolda qaldı, gördük gəlmədi o adam. Sonra eşitdik ki, Əmir-ül-Möminini zərbətdəyiblər, vurublar. Bildik, hər gecə yemək gətirən o imiş. İndi gətirmişik, biz də əvəzində süd gətirmişik. Eşitmişik, zəhərli qılıncla vururlar.